Değerli sahibkarlar ve iş adamları, heç bunu bilirdinizmi? Bu son videomuz restoran növlərindən bəhs olunacaq. Greasy Spoon Amerika Birləşmiş Ştatlarında yayılmışdır və xüsusən də yağlı olan, xırçılıqlı yeməklər bişirilən bir restoran növüdür. Var, tapas bar, bildiyimiz kimi İspan yeməklərinə aiddir və hər hansı bir tapas növlərinə aiddir və o brendlər belə dünyada da çox tanınmışdır. Noodle bar, özümüz deyirik, noodle bar konsepti var ki, burada da hər hansı bir ad da qoymaq olar konseptdən öncə və Asiya Fusion mətbəxini təqdim edə bilərsiniz. Dünyada çox tanınmış rotisserie restoran növü də var. Bu da nədir? Hər hansı bir məhsul, xüsusən ət məhsulları. Bunlar mal, qoyun ola bilər və xüsusən quş ətləri ola bilər. Onları şişdə daima fırlanan konsept üzrə bişirilir və bu da bildiyimiz kimi Fransada yaranmışdır və sonra dünyaya yayılmışdır. Bu bir də konseptin bir növü və ən axırıncı Ghost restoran, Ghost ruh deməkdir, virtual deməkdir. Mətbəxlər var ki, sahibkarlar ən axırıncı addımları onları atırlar ki, zal fiziki belə yoxdur, qonaq fiziki belə zalda gəlib əyləşmir, lakin mətbəx var və orada da xərclər çox azdır. Bütün 2-3, maksimum 4 işçi ilə, aşpazla böyük brendlər yaradıb yaya bilərik və yaddan çıxarmayaq. Bunu etdikdə isə Instagram, YouTube, TikTok kanallarında sizin öz səhifəniz olmalıdır və orada daima bu yeməkləri, brendləri də belə təqdim edib və yaymalısınız. Bunu etdikcə də digər brendlər bir mətbəxdən bir neçə brend belə çıxarda bilərsiniz. Məsələn, tanınmış pizza brendi, tanınmış burger brendi və s. Daha maraqlı və ətraflı məlumatlar alması bizim YouTube kanalımıza izləməyinizi davam edəsiniz. Hamıya uğurlu projelər arzulayıram.